إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Əmmə bə'd. Əziz və dəyərli olan qardaşlar, ilk növbədə hər birini salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Bundan sonra təşəkkür edirəm məclisi təşkil edən qardaşlara. Allah razı olsun. Allah subhanahu wa ta'ala bu salih əməli qəbul etsin. Allahümmə amin. Və əlhəmdülillah gözəl olan bir ayda cəm olmuşuq. Həmd olsun Rəbbimizə. Zilhiccə deyil. Həcc ayıdır. Allah həmd olsun. Bu elə bir mübarək aydır ki, bu ayda həcc var. Bu ayda gözəl günlər var. İlk 10 günlük var. Elə bir günlərdir ki, ilin bütün günlərinin gündüzlərindən daha xeyirlidir, daha faydalıdır. Və salih əməllər içərisində Allaha daha sevimlidir. Və həmçinin Arafa günü var idi. Allah həmd olsun. Allah subhanahu ta'ala salih əməllərimizi bizlərdən qəbul etsin. Tutduğumuz orucları və həmçinin həcc edən bacı və qardaşlarımızdan Allah subhanahu ta'ala qəbul etsin. Məbrur etsin. Və digər həccə getməyənlərə də, gedənlərə də növbəti ili yenə yenidən həcc etməyi Allah subhanahu ta'ala qismət eləsin. Allahümmə amin. Əlhəmdülillah, necə ki, baxsan sələflərimizə, onlar deyərdilər ki, o gün ki, Allah subhanahu wa ta'alaya asilik edilmir, əməllərinə itaat edilir, qadağalarından çəkinilir, həmən gün mömin üçün bayramdır. Hansı gün ki, asilik edilmir, həmən gün müminin bayramıdır. Ki, o gün Allaha günah eləməyib. Daimi bayramıdır, yəni onun. Ona görə içində çəkinilməsi olan, günahlardan çəkinilməsi olan aylar heç də təkcə Ramazana, heç də təkcə haram aylara aid deyil. Zilhicciyə aid deyil. Bütün günlərə aiddir, bütün aylara aiddir. Yəni, baxırsan, Ramazan getdi, yəni tək o Ramazanda idi. Halal da çəkinilirdi, haramdan da çəkinilirdi. Allahın üzü xatirinə, rızası üçün, əmrinə icabət etdiyi qadağalarından çəkinilməsi üçün. Ancaq Ramazan çıxdı, o demək deyil. Və yaxud Zilhiccə getdi, o demək deyil ki, oruz dayandı, zikirlər dayandı. Xeyr, əksinə davam eləyəcək də, ölüm gələnə kimi. Zikir, ibadət, itayət, qadağalardan çəkinmək, ömür dayanana kimidir. Nəfəsimiz dayanana kimidir. Və ona görə mömin diqqətli olmalıdır. Allahdan daimə bağışlanma istəməlidir. Ki, biz bilmirik, gündəlik bizim bilərəkdən, bilməyərəkdən nə qədər etdiyimiz xətalar var, günahlar var, asiliklər olur. Ona görə sən özünə sual verməlisən. Günün sonunda sələf nə etməlidir? Özünü imtihan etməlidir. Bugün hansı savab əməlləri gördüm? Bugün nə etdim? Və sən bugün istiğfar elədinmi Rəbbindən? Bağışlanma istədinmi yəni? Nə qədər sənin günahların var? Özün bilirsən. Əvvəl sələflərimiz nə edərdi? Onlar günahlarını sayardılar. O qədər az idi ki, etdikləri, günün sonunda günahların sayını bilirdilər. Heç dənədir, dənə. Və Allahdan bağışlanma istəyirlər ki, ya Rabbi, bizi bağışla günah. Qayıt, dön özünə, öz nəfsinə, hesaba çəklə. Evindəsən, təksən, günün sonudur, yerindəsən, hesaba çək özünü. Bugün nə etdim Rəbbim üçün? İstiğfar etdimmi? Allahdan bağışlanma istədimmi? Peşman ol günə, görəsən Allah məni bağışlayacaqmı? Ona görə müminin həyatında istiğfar etmək, bağışlanma diləmək mühümdür. Çox mühümdür. Yəni, müminin günü onsuz keçməməlidir. Baxsan Muhammed sallallahu aleyhi ve sellem həyatına, görərsən ki, gün ərzində nə qədər Allahdan bağışlanma diləyirdi, istiğfar edirdi gün ərzində. Yəni, baxsan onu görərsən.
Ona görə istiğfar haqqında istərdim ki, müəyyən xatırlatma edeyim sizlərə qardaşlar. İlk növbədə bu nəsihət özümədir, sonra da sizlərədir. Allah Subhanahu wa Taala Ali İmran surəsi 16-cı, 17-ci ayələrdə istiğfar diləməyə təşviq edir. Onları səna edir, onun əhlin. Kimlər ki Allahdan bağışlanma istəyirlər, Allah onları tərifləyir, səna edir. Və uca Rəbbimiz buyurur ki, mübarək kəlamında Əuzu billahi mineşşeytanirracim. Əllezine yəqulun Rabbena innena. O kəslər ki, ey Rəbbimiz, biz iman gətirdik. Ey Rəbbimiz, biz sənə iman gətirdik. Fəğfir lənə. Bizi bağışla günah. Fəğfir lənə zunubənə. Bizim günahlarımızı bağışla. Və qina azəbən-nar. Və bizi əzabından qoru. Cəhənnəmin əzabından qoru deyərlər. Allah deyir ki, o kəslər belə bir söz deyər. Allahım, sənə iman gətirdik. Bizi bağışla. Bizim günahlarımızı bağışla. Və cəhənnəmin əzabından bizi qoru günah. Baxsan Sədi Rəhmanullahın təfsirinə və digər təfsir alimlərinə, sələflərimizə, onlar bu ayə haqqında söyləyirlər ki, fikir ver, onlar iman gətirdilər, Rəblərinə iman gətirdilər və iman gətirməyi ilə öyünmədilər. Onlar, yəni geriləmədilər bunda, əksinə etiraf elədilər günahları. İman gətirəndən sonra. Nə dedilər? Rabbənə innənə əmənnə. Ey Rəbbimiz, biz sənə iman gətirdik. İman gətirməyini etiraf elədik. Sonra dedi ki, fəğfir lənə zunubənə. Günahlarımızı bağışla. Gör, o kəsləri Allah səna edir Ali İmran surəsində. 16-cı ayədə. Ey Rəbbim, günahlarımızı bağışla. Və qina azəbən-nar. Və bizi əzabından qoru günah. Çünki iman gətirməklə yanaşı qorxurdular Allahın əzabından. Yəni onları gətirdikləri iman, doğru olduqları iman arxan etmirdi əməllərində. Dəyərli qardaşlar. Əksinə, günahlarını etiraf edirdilər Rəblərinə. Dön özünə. Etiraf edirsən günahını. Allaha, Rəbbinə günün sonunda etiraf edirsən, peşmançılıq çəkirsənmi gün ərzində etdiyin günahlardan? Yəni sənə gəlirmi o peşmançılıq? Deyirsənmi, ya Rabbi, mən bağışla günəm bu günlərim, günah etdim. Mən sən iman gətirmişəm, günah eləmişəm bu günləri, mən bağışla günah. Deyirsən, qayıtmalısan, öz nəfsinə geri dönməlisən, alimlər deyir. Və növbəti ayədə Allah Subhanahu wa Taala onların sifətlərin vəsf edir. Yenə səna edir Allah Subhanahu wa Taala, bağışlanma istəyən kişiləri. Və onların etdikləri gizli bir əməli də Allah açır. 17-də, ayə 17-də. Fikir verin, qardaşlar. Əgər sən Allah üçün bir əməli gizlində etsən, gizlində olunan əməl çətindir, çox çətindir. Gizlində verilən sədəqə çox çətindir. Niyə? İnsan nəfsi istəyir ki, onun etdiyi xeyir əməli kimsə bilsin, qıraqda da görsün. Nəfsi onu istəyir. Amma gizli etdiyin bir şeyi Allah və sənsən, heç kəs yoxdur. Yəni bu çətin bir şeydir ha. Allah üçün eləyirəm. Ehtiyac yoxdur üçüncü adama. Verdiyi adamın xəbəri yoxdur ondan. Təsəvvür elə. Sədəqə verdiyi adamın və ya yaxşılıq etdiyi adamın edilən yaxşılıq kim tərəfindən olunub xəbəri yoxdur. Bu çox çətin bir şeydir. Amma Allah gizlətdiyinə görə açır onu. Bax ki, sahabələrə vəfatından sonra bildilər ki, adam belində nə qədər un daşıyıb. Ha? Elə deyək, axı. Ölümündən sonra yuyanda bildilər belindən. Vəfatından sonra bildilər ki, Ömər radiyallahu anhu nə qədər dul qadınların evinə gedib onlara ərzaq verilmiş. Ha? Niyə? Baxdılar ki, ehtiyaclıların üzə çıxdı vəfatdan sonra. Onda bildilər ki, subhanallah, Ömər imiş radiyallahu anhu. Gizlətdilər, amma Allah bax bu günə kimi üzə çıxartdı. Dillərdədir. Hə? Nə qədər salih əməl edən kişilər var, bax. Adları tarixdədir. Sən gizlətsən, qorxma günah, Allah açacaq. Allah səndən daha xeyirlərin yanında zikr edəcək. Amma açsan,
göstəriş üçün eləsən. Bu əksinə şirk olacaq. Yəni riyadır. Riya da şirkdəndir. Riya şirkdir. Yəni Allahdan qeyrisinə göstərirsən. Əməl Allah üçün olmur. Sədəqəni verirsən, verəndə istəyirsən ki, başqası səni gördü, desin ki, nə yaxşı oğlandı. Onun üçün verirsən, yəni Allah üçün olmur. Misal, əmələ qarışdırırsan. Çünki bu ibadətdir. Bu da ancaq kimə olunmalıdır? Allah Azza və Cəlləyə. Şərik olmaz. Şirk qoşmaq olmaz ibadətdə. Fikir ver, açlığına görə Allah onu izzətləndirmir. Əksinə, verdiyi adamın yanında da rəzil olur. Deyir, bundansa verməsəydi yaxşı idi. Eşitmişik də. Bundansa da verməsəydi daha yaxşı idi. Minnət vurur. Ya eyyuhellezine amenu la tubtilu sadaqatikum bil menni vel əzə. Ey iman gətirənlər, verdiyin sədaqələri əziyyət verməklə, minnət vurmaqla, əziyyət verməklə la tubtilu. Batıl etməyin, puç etməyin. Allah deyir. Şərt odur ki, əziyyət verməməlisən, minnət vurmamalısan. Təsəvvürlə açdı, istədi açsın, hamı görsün. Amma Allah onu rəzil edir. Fayda olmadı, adı qalmadı. Ona görə əgər sən gizlədəcəksənsə, Allah bir ki açacaq daha yaxşıların yanında. Xeyir əməllərini gizlətsən, yəni Allah üçün eləsən. Və burada da fikir ver, Allah Subhanahu wa Taala o kəsləri Ali İmran surəsi 17-ci ayədə açır. Etdiyi gizləməli. Gör nə deyir? İstiğfar edənlər haqqında. Birinci səna edir Allah Subhanahu. Onlar ki deyir, onlar iman gətir deyir Rəbbimiz. Sonra deyir ki bizim günahlarımız var, bağışla bizi. Biz günah elədik. Sonra deyir ki, ya Rabbi cəhənnəmin əzabından qorxuruq, qoru bizi. Allah ondan sonra dedi ki, onlar əs-sabirinə, səbr edən kişilərdir. Və sadiqinə, doğru danışan kişilər deyir Allah. Yəni, imanlarında sadiqdirlər, doğru iman gətiriblər. Vəl-qanitinə, onlar mutidirlər, itaətkardılar. Allah onları gör necə təmizə çıxarır. Sonra Allah s.ə. deyir ki, vəl-munfiqinə, onlar Allah yolunda mallarından xərcləyərlər. Xərcləməyə bacaran kişilərdir. Sonra Rəbbimiz nə dedi? Vəl-müstəğfirinə bil-əshər. Bax, gizlində edirdilər. Amma Allah ayə nazil elədi. Vəl-müstəğfirinə istiğfar diləyərlər, bağışlanma diləyərlər Allahdan bil-əshər. Gecənin son 1/3-də, səhərə yaxın, sübh çağına yaxın. Bil-əshər səhər sözünün cəmidir. Əshər səhərin cəmidir. Ərəblərin lüğətində ən güclü görüşlərdən sübh çağına, yəni sübh namazına ən yaxın olan vaxt. Həmçinin deyirlər ki, gecənin son 1/3-nə səhər deyilir. Son 1/3-nə. Allah Subhanahu taala onlar həmən gecənin son 1/3-də Allahdan bağışlanma istədiklərinə görə Allah ayə nazil etdi. Təsəvvür elə. Gizlində Allahdan bağışlanma istəyirdilər evlərində. Allah dedi ki, onlar Allahdan bağışlanma istəyərlər. Onlar haqqında Ənəs radiyallahu anhu, Ənəs ibn Malik söyləyir ki, Humus səidunəl məğfirə. Onlar Allahdan məğfirət istəyirlər, bağışlanma istəyirlər. Günahların bağışlanmasından ötürü həmin vaxt oyaq qalırlar. Qətədə rahimallah deyir ki, onlar namaz qılanlardır. Allahın danışdığı kəslər, onlar namaz qılan kişilərdir. Bu haqqında təfsir alimləri isə deyiblər ki, cəm eləmək lazımdır. Yəni, onlar namaz qılaraq Allahdan bağışlanma istəyirlər son 1/3-də. Gecənin son 1/3-də. Sübh namazdan yaxın olan hissələr. Ən fəzilətli vaxtlardır, qardaşlar. Ən fəzilətli vaxt. Dua etmək üçün, Allahdan bağışlanma istəmək üçün. Alimlər buyurur ki, və xassas səhər bizzikir li'ənəhu məzanul qabul və vaxtı icabətü dua. Alimlər deyirlər ki, niyə xas Allah səhər deyib, yəni son 1/3? Çünki o duaların qəbul olunmasının ən üstün vaxtıdır. Dua həmin vaxtda qəbul olunur. Nə dua etsən. Və həmçinin bax deyir, Qala Rasulullah sallallahu aleyhi ve sellem fi təfsir qavlihi ta'ala
muxbirən an Yaqub aleyhissalam li bənihi. Necə ki, ayədə Yaqub aleyhissalam oğlanları üçün nə dedi? Səvfə əstəğfiru ləkum Rabbi. Sonra səvfə, sonra saxladı bir müəyyən vaxta Yaqub aleyhissalam. Allah deyir, Allahın Rəsulu deyir. Baxın, bu ayəni Muhammed sallallahu aleyhi və səlləm təfsir edir. Nazil olan ayəni. Ona görə vacibdir, qardaşlar. Peyğəmbərə ittiba eləmək, tabi olmaq vacibdir, yəni hökmü. Əksi günahdır. Əksi günahdır. Necə tabi olacaqsan? Səhih hədislərə əməl etməklə. Tabisilik olacaq. Muhammed sallallahu aleyhi və səlləm verdiyi xəbərləri təsdiq etməklə. Əmr etdiyi şeylərə itaat etməklə. Qadağan etdiyi şeylərdən çəkinməklə. Bunlar da hardan öyrənirsən? Hədislərdən, səhih hədislərdən. Bax ki, Allah Rasulü özü ayəni təfsir elədi. Ki, Yaqub aleyhissalam deyir ki, oğlanlarına sizin üçün Rəbbimdən bağışlanma istəyəcəm. Səvfə istəyəcəm. Allah Rasulü dedi ki, Muhammed sallallahu aleyhi ve sellem İnnehu əxxara zəlikə iləs-səhr. Yaqub deyir, duanı bağışlanma istəməkdən ötürü saxlayardı son 1/3. Təsəvvür edin. Öz oğlanlarına bağışlanma istəməkdən ötürü. O vaxta saxlayar ki, qalxıb Allahdan desin ki, ya Rabbi, övladlarıma bağışla günah. Günahkardılar. Və həmçinin Əbu Hüreyrə radiyallahu anhudan gələn hədisdə niyə 3/1 qardaşlar? Hədisdə keçsə izə məda şətrul leyl əv thuluthə, gecənin yarısı çatdıqda və yaxud da ki 1/3-də, 1/1 olduqda yenzilullahu təbaraka və teala ilə səmai dunya. Allah təbaraka və teala dünya səmasına enər. Gecənin 1/3-də dünya səmasına enər. Fəyəqul və Rəbbimiz söyləyər ki, həl min səilin yu'ta, istəyən varmı, istədiyi verilsin. Allah subhanahu wa ta'ala söyləyər həmin vaxtı. Həl min də'in yüstəcabu ləhu, dua edən varmı, duasına icabət olunsun, qəbul olunsun. Həl min müstəğfirin yuğfəru ləhu, bağışlanma istəyən varmı, onu bağışlayaq, bağışlanılsın. Allah nida eləyər, uca Rəbbimiz. Həttə yenfəcirəs subh. Bu hal sübh açılana qədər davam edir, təsəvvür edə. Hər gecə Qüds hədisdir. Rəbbimiz yer səmasına, dünya səmasına inir. Və deyir ki, kim bağışlanma istəyir, kim dua edir, duasını icabət edin, bağışlayın onu. Amma təsəvvürlə sən yatmısan, oyaq deyirsən, məhrum oluruq. Artıq bu xeyirdən, bu faydadan məhrum oluruq. Sıxıntıda olan müsəlman bacı, qardaşımız, ehtiyacı olan, xəstəsi olan, övladı əskər olan, qalx, həmin vaxtı gecənin son 1/3-də sübh namazından əvvəl, 1 saat əvvəl, qalx, 2 rükət namaz qıl və Rəbbinə yalvararaq dua elə. Sən Allah eşidir və Rəbbin onun üçün dünya səmasına enib. Qəbul edəcək, əmin ol ki. Və baxsan, Allah subhanahu wa ta'ala bir çox ayələrində istiğfar edənləri, Allahdan bağışlanma istəyənləri səna edir, tərif edir. Misal olaraq Zariyyə surəsi 18-ci ayədə də Allah subhanahu buyurur ki, "Və bil əsharhum yestəğfirun." Onlar gecənin son 1/3-də sübhə yaxın vaxtda Allahdan bağışlanma diləyərlər. Ayədə keçir. Allah onları səna edir. Təsəvvürlə sən qalxsan həmin vaxtı. Allaha dua edəsən, bu ayədə keçən kişilərdən ola bilərsən. Allah sənin haqqında danışacaq ayəsində. Ənəs ibn Malik radiyallahu anhu, məşhur sahabə, böyük sahabə, söyləyir ki, umirnə ən nəstəğfirə bis-səhər 70 istiğfarətən. Bizlərə əmr olunub ki, 70 dəfə istiğfar edək gün ərzində. Bizə deyir, əmr olunub bu. Ənəs radiyallahu anhu. Və baxsan, Muhammed sallallahu aleyhi ve sellem hər gün ərzində o qədər istiğfar edərdi. Ən azı. Allahdan bağışlanma istəyərdi.
Və həmçinin sələfimizdən baxsaq, İmam Nafiyə, hansı ki Ömər radiyallahu anhunun yanında olub, ona xidmət edib, İbn Ömərin daha doğrusu. Söylediği ki Nafi, Kən İbn Ömər yuhyil leyl. Gecəni oyaq keçirərdi, ihya eləyərdi İbn Ömər, ibadətdə olardı. Thumma yaqul. Sonra söyləyirdi ki, Ya Nafi, ey Nafi, əsharnə, son 3-1 çatdı, həmən vaxtı güdürdü. Deyirdi, ey Nafi, yetişdi həmən vaxt. Fəəqulu lə, deyirdim ki, xeyr. Fəyuavidu salə, summa yaqul. Sonra deyir, İbn Ömər yenə başlayardı namazın qılmağa. Deyəndə ki, yox, yetişməyim, namaza başlayardı, sonra yenə soruşardı. Fəizə qultu nəam, əgər deyərdim ki, ey İbn Ömər, bəli, 3-1 çatdı həmən vaxt. Fəhuvə yəstəğfir. Onda başlayardı Allahdan bağışlanma istəməyə. Təsəvvür edin, qardaşlar. Fəhuvə yəstəğfir. İstiğfar eləməyə başlayardı. Və həmçinin Vərava İbrahim İbn Hatib an əbihi. İbrahim İbn Hatib atasından rəvayət edir ki, o dedi ki, bir kişini eşitdim ki, fissəhər fi nəhiyyətil məscid yəqul. Məscidin bir kənarında, bir küncündə bir söz deyən eşitdim bir kişini. Belə söyləyən eşitdim. O deyirdi ki, o kişi, Ya Rab, ey Rəbbim, əmartəni, mənə əmr etdin itaat etməyi. Fəəta'tukə, mən də sənə itaat etdim. Və həzə səhərun, bu da gecənin son 3-1-idir, ya Rabbi. Fəğfirli, mən bağışlayacağam. Bağışlamı istəyirdi, o kişini gördüm. Fənəzərtu fəizə huvə, deyir, nəzər etdim, baxdım, gördüm ki, huvə İbn Məsud. İbn Məsud radiyallahu anh idi. Təsəvvür elə, gecənin bir vaxtında, 3-1-də, məscidin bir küncündə Rəbbinə bu sözləri deyir. Ey Rəbbim, əmr etdin, itaat etdim, gecənin də 3-1-də, mən bağışlayacağam. Kim? İbn Məsud, qardaşlar, İbn Məsud. Allah Rasulü üçün dua edib. Və qalə Luqman, gör Luqman aleyhissalam nə deyir? Oğluna, libnihi, ya buni, ey oğlum, la yakinuddiku əkyəsə minkə. Eləmə ki, xoruz səndən daha ağıllı olsun. Oğluna deyir. Yunədu bil əshər və əntə naim. O sübh çağına, sübh namazına az qalmış vaxtda hansı ki banlayar xoruz, nida eləyər. Sən nə deyir, onda yatmış olasan. Eləmə. Yəni yatmış olsan, xoruz səndən ağıllı olacaq. Təsəvvür edin. Öz oğluna belə nəsiyyət edirdi Luqman aleyhissalam. Və həmçinin, yəni istiğfar dedikdə dəyərli qardaşlar, müsəlmanlar, yəni Allahdan bağışlanma istəmək. Allah mənə bağışla da deyə bilərsən bizim dildə. Və yaxud yaxşı olar ki, necə deyilib elə əstəğfirullah deyə bilərsən. Allahım bağışla günah məni. Əstəğfirullah, əstəğfirullah. Və yaxud əstəğfirullah və ətub ileyk. Ya Rabbi, mən bağışla, sənə tövbə edirəm. Ən gözəli misal. Əstəğfirullah və ətub ileyk. Mən bağışla, sənə tövbə edirəm. Ya Rabbi. Və yaxud da ən üstünü var. İstiğfarın ən üstünü var. Ona da Şəddəd İbn Avs radiyallahu anhu Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem etdiyi rəvayət var. Necə ki, Allah Rasulü ona dedi ki, Seyyidul istiğfar ən təqul. İstiğfarın seyyidiyi, ən üstünü sən belə deməyindir, dedi. Muhammed sallallahu aleyhi ve sellem. Seyyidul istiğfar. Bu zikir, hər bir müsəlmana, qardaşlar, yaraşan budur ki, bu zikir əzbərləsin. Bilmirsənsə, bilənlərdən soruş, əzbərlə. Bilginən ki, bu istiğfar, bağışlanma istəmək, bu zikir ən üstün olan zikirdir. Çünki Peyğəmbərimiz bunun adını Seyyidul istiğfar deyib. İstiğfarın ağası, seyyidi, ən üstünü. Dedi ki, Allah Rasulü, o deyirsən, belə deməyindir. Nədir? Allahumma əntə Rabbi. Allahım, sən mənim Rəbbimsən. La ilahə illə ənt. Səndən başqa heç bir ilah yoxdur, ibadətə haqqı çalsın.
Heç bir ilah yoxdur. Sənsən haqqı çatan. Haqq məbud. Xalaqtani. Sən məni xəlq etdin. Sən yaratdın. Və ənə abduka. Mən sənin qulunam. Və ənə alə ahdikə və va'dikə. Mən sənə olan vədimin, əhdimin üzərindəyəm. Sadiqəm yəni. Məstəta. Əuzu bikə min şərri mə sənət. Allahım, etdiklərimin şərrindən sənə sığınıram. Yəni Allah Subhanahu taala birinci dedi ki, gücümün çatdığı qədər sənin əhdinə, vədinə onun üzərindəyəm, sadiqəm ey Rəbbim. Sonra isə dedi ki, etdiklərimin şərrindən sənə sığınıram ey Rəbbim. Sonra buyurdu ki, Allah Resulü əbu ləkə bi ni'mətikə aleyyə və əbu bi zənbi. Ey Rəbbim, mənə verdiyin nemətləri etiraf edirəm sənə. Sonra dedi ki, əbu və əbu bi zənbi. Etdiyim günahlarımı da etiraf edirəm. Günahlar eləmişəm yəni. Fəğfirli. Məni bağışla günah. Fəinnəhu la yəğfiru zunubə illə əntə. Şübhəsiz ki, günahları bağışlayan yalnız sənsən. Səndən başqa günahları bağışlayan yoxdur ey Rəbbim. Mənim günahımı bağışla. Nə gözəl duadır, qardaşlar. Ona görə əzbərləməyə çalışıram. Bir də təkrar edirəm. Allahümmə əntə Rabbi, la ilahə illə əntə, xalaqtəni, və ənə abduka, və ənə alə ahdikə və va'dikə, məstəta'd. Əuzu bikə min şərri, əuzu bikə min şərri mə səna'tu. Əbu ləkə bi ni'mətikə aleyyə, və əbu bi zənbi, fəğfirli, fəinnəhu la yəğfiru zunubə illə ənt. Və bu seyyidul istiğfardır, dəyərli qardaşlar. Ən fəzilətli istiğfar zikridir. Ondan sonra bu zikr haqqında Allah Resulü buyurdu ki, Muhammed sallallahu aleyhi ve sellem, kim buna, bu zikrə yəqinliklə, yəqin olduğu halda, imanla, inanaraq sabahlayarsa, yəni sabah deyərsə, axşam olmadan həmən gün ölərsə, Allah Resulü buyurdu ki, o cənnət əhlindəndir. Cənnət əhlindəndir. Kim də bunu yəqinliklə, inamla, inanaraq, imanla gecə bunu deyərsə və Allah Resulü buyurdu, səhər açılmadan ölüm ona çatarsa, o cənnət əhlindən olar. Səhər hədisdir. Təsəvvür edin. Cənnət əhlindən olar. Əldən buraxma bu zikri. Günah etmisən? Ey müsəlman, Allahdan, Rəbbindən ümidini üzmə. Bağışlanma istə. Bu o demək deyil ha. Bağışlanma istə, sonra yenə günah elə. Sonra bağışlanma istə, sonra... Belə yox, bu demək deyil, belə başa düşülmür. Tövbə edəcəksən həmən günahdan. Allahım, sənə tövbə edirəm, məni bağışla günah. Nəfsimə zülüm eləmişəm. Asi olmuşam sənə. Məni bağışla günah. Sən bağışlayansan və bu zikirləri oxuyacaqsan. Təsəvvür elə. Və ümid edəcəksən ki, Allah bağışlayacaq. Çünki la yəğfiru zunubə illə huva. Ondan başqa günahları bağışlayan yoxdur. Yəni, müsəlman diqqətli olmalıdır bu zikirlərə. Önəm verməlidir gün ərzində. Çünki necə ki, Ənəs radiyallahu anhu nə buyurdu? Dedi ki, bizə əmr olunub ki, gün ərzində bunu 70 dəfə edək. Əmr olunub dedi. Və sənin Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem hər gün eləyərdi bu zikirləri. Bax ki, səhər axşam zikirlərinə dəyərli qardaşlar, hamısında var. Nə qədər istiğfar duaları var. Və seyyidul istiğfarı, istiğfarın seyyidi olan həmən zikri əzbərləməyə tövsiyə edirəm hər birimizə. Kimlər ki bilmir, bilənlər də bunun dilində həmişə nəm eləsin, həmişə dilində olsun. Allahdan istəyir ki, Allah Subhanahu taala bizim etdiyimiz günahları bağışlasın. Allah Subhanahu taala bizim salih əməllərimizi bizlərdən qəbul etsin. Aqulu ma tesmaun, estağfirullah li və lakum və li sayyidil muslimin min kulli zəmb, estağfiruhu innehu huvel gafurur rahim.